Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında. Salam, əziz və dəyərli, çox hörmətli izləyicilərimiz. Hər birinizi səmimi qəlbdən salamlayıram bu gözəl ayda, bu gözəl, mübarək, bərəkətli ayda, Ramazan ayından sizləri salamlayırıq. Allah bütün tutduğunuz oruçları və etmiş olduğunuz ibadətləri öz dərgahında ən ali dərəcədə qəbul eləsin inşallah. Bildiyiniz kimi bugün artıq 5-ci gündür. Ramazan ayının 5-ci günüdür. Ramazan ayının 5-ci günüdür və belə deyək ki, artıq saat 19:30-u göstərir. Hal-hazırda siz bunu izlədiyiniz zaman oruclar açıldı. Allah tutduğunuz orucları təkrardan qəbul eləsin inşallah. Və dəyərli dostlar, bilirsiniz ki, yenə də təkrar qeyd edirəm, Ramazan ayı boyunca 29 gün, yəni Ramazan ayı boyunca bizim qulluğun mahiyyəti adı altında günlük silsilə çıxışlarımız davam eləyir inşallah ki, artıq bugün 5-ci bölümdür. 5-ci çıxışdır. Biz sizin qarşınızdayıq. Keçən çıxışlarda deməli, keçən çıxışlarımız həqiqətən ümid edirəm ki, gözəl fikirlər gəlir. Təşəkkürlərimi bildirirəm sizlərə və həqiqətən də keçən çıxışlarımızda da biz xeyli nəticələr aldıq. Doğrudan da xeyli nəticələr aldıq və təbii ki də biz ilk öncə qul nədir, qulluq nədir, adı üstünə qulluğun mahiyyəti. Birinci çıxışımızda qulluğun mahiyyəti haqqında ümumi bir söhbət etdik. Mahiyyəti, termin və mahiyyət haqqında danışdıq. Ondan sonra insan niyə qul adlanır? Başlığı altında danışdıq. Daha sonra azadlıq və belə deyək ki, qulluğun paradoksu haqqında çıxış elədik. Daha sonra übudiyyət və yaradılış qayəsi haqqında danışdıq. Son olaraq isə bugün 5-ci çıxışımızda ağıl qulluğa aparırmı? Bu mövzu ətrafında übudiyyət. Bu mövzu haqqında danışacağıq. Ağıl qulluğa aparırmı? Dəyərli izləyicilər, həqiqətən gözəl bir çıxış olacaq. Ona görə diqqətlə dinləməyinizi xahiş edirəm. Davam edirəm. Demək, ağıl qulluğa aparırmı? Əslində maraqlı bir sualdır. Nəyə görə deyirəm? Danışmazdan əvvəl istəyirəm ki, bu suala bir özünüz də bir düşünəsiz. Çünki bugünə qədər biz xeyli söhbətlərimiz olub və bu söhbətlərin nəticəsində mən inanıram ki, artıq sizdə bir düşüncə yaranıb, bir düşüncə tərsi, düşüncə təfəkkürü yaranıb. Buna görə də bu sual artıq sizdə nə qədər olmasa da öz baxış bucağınızdan bir cavab var. Ağıl insanı həqiqi qulluğa aparırmı? Keçən dərs danışmışdıq, übudiyyət, həqiqi qulluq. Baxın, bu ağıl ora aparırmı? İstədim bunu seçdim, istədim bunun haqqında danışaq. Deməli, bu sual ilk başda baxıldığı zaman mübahisəli görünə bilər bu sual. Mübahisəli görünə bilər. Çünki bəzi şəxslər düşünür ki, ağıl insanı müstəqilliyə aparır, qulluq isə itaət və bağlılıq deməkdir. Azadlıq, o paradoks mövzusu var idi. 3-cü idi, səhv eləmirəm, 3-cü çıxış. Azadlıq və qulluğun paradoksu. Burada biz bu haqda danışmışdıq. Həqiqi bağlılıq, həqiqi azadlıq və s. Deməli, bura qədər belə. Dedik ki, ağıl insanı bəzi şəxslərin düşüncəsinə görə bu belədir. Düşünürlər ki, ağıl insanı müstəqilliyə aparır, qulluq isə itaət və bağlılıq deməkdir. Heç bir şey. Sanki ağıl ilə übudiyyət arasında gizli bir ziddiyyət var. Gizli bir ziddiyyət var. Lakin məsələni dərindən düşündükdə bunun əksini görürük. Bunun əksini görürük biz.
Yəni çünki ağla burada düzgün tərif verilmir. Nə məna? Yəni ağla həqiqi dəyəri verilmir. Ona görə də belə deməyim lazımdırsa, ağıl insana öz sərhədlərini tadındır. Ağıl insanın öz sərhədlərini tanıma qabiliyyətidir. İnsan düşündükcə, insan təfəkkür etdikcə anlayır ki, o mütləq deyil bu dünyada. O hər şeyi bilmir, hər şeyə gücü çatmır və varlığının davamı onun öz əlində deyil, özü qərar vermir. Bunu balaca uşağı hamı da bilir də bunu, özü qərar vermir. Ağıl bu məhdudluğu dərk etdikcə insanı təkəbbürdən və nəfsin egosundan qoruyur. Uzaqlaşdırır. Çünki ağılın sağlam işləməsi insanı reallıq ilə üz-üzə qoyur. Yəni, reallıq çərçivəsində insan davranmalıdır. Keçən söhbətlərdə də dedik. Əgər insan ağılı ilə varlığın nizamına baxsa, burada səbəb-nəticə əlaqəsini, kainatdakı ölçü və harmoniyayı görmüş ola bilər. O nizamı sübutla görə bilər. O səbəb-nəticə əlaqəsini, o belə deyək ki, həqiqi nizamı, dəqiq ölçüyü tam şəkildə dərindən müşahidə etmiş olar ki, bu nizam təsadüfi görünmədikdə artıq insan qarşısında iki yol qalır. Artıq bu nizami təsadüf görünmədikcə, yəni buna baxıb bütün bu ölçülərin təsadüfi şəkildə yaranmadığını gördükcə artıq insanın önündə iki yol qalır. Bir, ya bu nizamı qəbul edəcək tam şəkildə, iki, ya da özünü mərkəz sayaraq ona qarşı dayanacaq. Yəni, ağılın səmimi nəticəsi isə ağılın qəbul etməkdir. Onun qarşısında dayanmaq yox, yəni onu inkar etmək yox. Sağlam ağılın cavabı onu qəbul etməkdir, dərk etməkdir. Bu çox önəmlidir. Yəni, qulluq burada kör itaət deyil, kör itaət demək deyil. Əksinə, ağılın gəldiyi nəticənin şüurlu təsdiqidir. Şüurlu təsdiqi. İnsan dərk edir ki, mütləq azadlıq bir illüziyadır. Yəni, sağlam ağlın, sağlam düşüncəsi, yəni sağlam düşüncə odur ki, belə deyək, mütləq azadlıq bir illüziyadır, yalandır. Yəni, sırf sənin ürəyinlə yaşama, hər şey sənin istəyinə görə olması bu doğru deyil. Çünki o hər halda bir sistemin içində yaşayır. Keçən söhbətlərdə də demişdik, təkrar bu sözü deyirəm, qeyd edirəm, dəyərli dostlar, sizi də yormayım. Amma ki, sən nə qədər desən də ki, mən azadam, ürəyiniz, sən görə sənin öz istəyin deyil, ürəyinin istəyidir. Deyirlər, mən heç kimə baxmıram, mən azadam, öz istədiyimi eləyirəm. Yox, gənə azad deyilsən, elə cavab vermək lazımdır. Niyə? Çünki sənin o ürəyin, özün öz dilinlə deyirsən, mən nə istəyirəm onu elə. O sən ki var, o deyirsən ürəyim. Onu sən istəmirsən, onu ürəyin istəyir, nəfsin əmr eləyir. Yəni sən yenə mütləq azad deyilsən, yenə də bir şeydən asılısan. Yəni sən özünü tam şəkildə azad görə bilərsən, amma xeyr, yenə də sən asılısan. Buna görə də ağıl insanı ya nəfsinə qul olmağa aparacaq, ya da həqiqətə bağlanmağa. Seçim buradadır. İnsan burada seçim etməlidir. Əgər ağıl düzgün işləyərsə, o insanı üsyana yox, təvazökarlığa aparmış olar. Yəni insanı, belə deyək ki, insan təvazökarlığa aparar. Yəni ağlı düzgün işlətmək. Çünki həqiqəti görən ağıl öz həddini də görür. Öz həddini görən insan isə übudiyyətə yaxınlaşır. Bu baxımdan ağıl qulluğun əksi deyil, onun başlanğıcıdır. Onu aparan əslində ən böyük vasitəçilərdən biridir, həqiqi qulluğa aparan. Yəni, bu sualın cavabı nədir? Ağıl qulluğa aparırmı? Bəli, ən başda aparanlardan biri də ağıldır.
öz həddini görən insan übudiyyətə yaxınlaşır və bu baxımdan ağıl qulluğa zidd deyil, əksinə onun başlanğıcıdır. Onu aparan yoldur. Və bitirirəm, artıq qısa eləyək. Bugün sizi də çox yormayım. Beləliklə ağıl insanı alçalmağa yox, reallığı qəbul etməyə aparır. Yəni xəyallar dünyasında yaşama. Niyə? Çünki xəyal dünyasında sən hər şeyi sırf ideal yaradırsan, öz istəyinə görə yaradırsan. Bu da düzgün deyil. Sənə deyir ki, reallığa bax. Sənin xəyal, qurduğun xəyalla o reallıq üst-üstə düşmür. Ona görə xəyal eləmək yaxşıdır. Nə mənada bir istəyə çatmaq üçün onu ilk öncə xəyal eləyirlər ki, amma fikir verirsinizmi? O istədiyinə də çatdıqdan sonra o xəyalında qurduğu kimi ya olmur və yaxud da əvvəlcədən onu əldə etmək, istəmək duyğusu artıq bunu əldə etdikdən sonra tamamilə soyur. Yəni bu nə deməkdir? Onda tamamilə adiləşir. Bu deməkdir. Deməli, sağlam ağıl reallığın qəbul edilməsi deməkdir və məhz bu da qulluğun özüdür, dəyərli dostlar. Burada da bitirirəm. Hələlik saxlayıram. Sabah 6-cı gündür. Sabah təkrardan görüşəcəyik. Davamında danışacağıq inşallah. Demək, biz nə dedik? Ağıl dedik ki, doğru istiqamətləndirməlidir. Ağlı, nəticəmiz oldu ki, ağlı qidalandırmalıyıq. Ağlı doğru yolda istiqamətləndirdikcə biz həqiqi itaətkar bir qul olmuş olarıq və bunun nəticəsində də insan xəyalla deyil, həqiqətlə barışmış olacaq və bu həqiqəti görən insan da öz həddini görmüş olacaq və bunun nəticəsində də nəfsinə, egosuna qalib gəlib, daha sonra həqiqi hədəf yolunda inkişaf etmiş olacaq, dəyərli izləyicilər. Bizim nəticəmiz bu. Yəni, ağıl qulluğa aparırmı? Bəli, aparır. Cavabımız buydu. Dəyərli dostlar, bugünlük hələlik bitirirəm. Bizi izlədiyiniz, dinlədiyiniz üçün çox təşəkkürlərimi bildirirəm, dəyərli dostlar. Allah tutduğunuz orucları qəbul eyləsin inşallah ki, bizi izlədiyiniz, dinlədiyiniz üçün təşəkkürlərimizi bildirir. Sabah inşallah eyni saatda 19:30-da gənə öz axarında davam eləyəcək. Sabah təkrardan görüşənə qədər diləyirik, dəyərli dostlar. Bizi izlədiyiniz, dinlədiyiniz üçün təşəkkürlərimizi bildiririk. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər. Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında.